Atacan! Atacan! Yasin! Yasin! Ata! İmam Hüseyn əleyhissalam mərifətini döyüş meydanına gətirir, mübarizəyə qalxır, qətiyyətli mübarizəyə və özü elan eləyir. Mən cəddim Peyğəmbərin dinini, ümmətini düz yola qaytarmaq üçün, islah eləmək üçün mübarizəyə qalxıram. İmam Hüseyn 1400 il bundan qabaq mübarizə aparıb və bugün şəhadətə çatıb, şəhid olub. Amma siz hamınız görürsünüz ki, bu mübarizə bugün də davam eləyir və Hüseyn qəlblərin sultanıdır. Hüseyn qəlblərə hakimdir. Hüseyn adını insanların qəlbinə yaza bildi. 1000 illər keçir, Hüseynin məhəbbəti soyumur. Hüseynin məhəbbəti daha da artır. Günü gündən daha da çoxalır. Görəsən bunun sirri nədir ki, İmam Hüseyn ağanın adı yaddaşlardan silinmir. Onun bir sirri var, sirri də budur ki, İmam Hüseynin bütövlükdə hər bir işi, mübarizəsi, hər bir nəfəsi Allah üçün idi. Allahın razılığını qazanmaq üçündür. Və hansı iş Allah üçün olarsa, o iş həmişə yaşayar. Günə mahi əza gəlir, yanan ürəkdən nəva gəlir. Günə mahi əza gəlir, yanan ürəkdən nəva gəlir. Yeləsən də ürəklərə səfayı kərbü bəla gəlir. Yeləsən də ürəklərə səfayı kərbü bəla gəlir. Günə əsdi qara ələmlər, məclisi qəmlər, yenə əsdi qara ələmlər. Qurulubdi məclisi qəmlər, ucalıb banqiva Hüseyn, qəra gey səslə ya Hüseyn. Ucalıb banqiva Hüseyn, qəra gey səslə ya Hüseyn. Ki başlanır əzayı sultani Kərbəla. Xəbər eydil ki başlanır əzayı sultani Kərbəla. Salacaq Nuhu heyrətə hədisi tufani Kərbəla. Olacaq qiblə-i xəlif minayı qurbani Kərbəla. Budu elani Kərbəla, budu elani Kərbəla. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Ucalıb banqiva Hüseyn, qəra gey səslə ya Hüseyn. Ucalıb banqiva Hüseyn, qəra gey səslə ya Hüseyn. Özü buyurur mən Peyğəmbəri yuxuda gördüm. Peyğəmbər mənə buyurdu yuxuda, Hüseyn, ged İraqa, Kərbəlaya tərəf. Allah səni şəhid görmək istəyir. Allah istəyirsən din yolunda şəhid olasan. Bəs qadınlar, Peyğəmbər buyurdu, Allah qadınları da əsir görmək istəyir. Allah istəyir dinin qalması üçün, dinin diri qalması üçün. Sən şəhid olasan, sənin Zeynəbün əsir olsun. Bir halda ki Allah istəyir, Hüseynin gözü üstə, Hüseynin başı üstə. İmam Hüseyn əleyhissalam tam könül razılığı ilə bunu qəbul edir. Çünki bu Allahın razılığıdır. Allah belə istəyir. İmam Hüseynin Kərbəlasına baxın, əvvəldən axıra qədər hər məqamda Allah İmam Hüseynin yadındadır. Həm özü yad eləyir, həm də başqalarının yadına salır. Ey əbəl fəzlün aşiqi, gəlir Muharrəm nəvaya gəl. Ey əbəl fəzlün aşiqi, gəlir Muharrəm nəvaya gəl. Tut əlindən mərizivin, ədəvlə darü şəfaya gəl. Alasan dərdü və dəva,
şahı vilaya gel. Alasam derdi ve deva, mutabbo şahı vilaya gel. Harem-i Kerbela'ya gel, harem-i Kerbela'ya gel. Yine esti kara elemler, qurulubdi məclisi qəmlər. Yine esti kara elemler, qurulubdu məclisi qəmlər. Ucalıb bangi va Hüseyn, qara giy səslə ya Hüseyn. Ucalıb bangi va Hüseyn, qara giy səslə ya Hüseyn. Əbəlfəz ağa fərqli idi hamısından. Ən çox o qaldı. Axıra qaldı Həzrət Əbəlfəz. İcazə istəyirdi, ağa qoymurdu onu geçsin. Bilirsiniz, Həzrət Abbasın, Əbəlfəz ağanın nə iftixarı var, niyə bütün şəhidlərdən üstün olacaq? Qiyamət günündə iftixarı bilirsiniz nədir? Qiyamətdə Həzrət Əbəlfəz iftixar eləyib o biri Kərbəla şəhidlərinə deyəcək ki, siz hamınız Hüseynin yolunda fəda oldunuz, mən Hüseynin balalarının yolunda. Mən daha çox nökərəm sizdən. Daha çox nökərəm. Mən layiq bilmədim bu canımı Hüseyn yolunda qurban gedə. Balalarının yolunda qurban getdim. Çünki Əbəlfəz su gətirməyə getmişdi, döyüşə getməmişdi. Əbəlfəz Ruqəyyəyə, Səkinəyə su gətirmək üçün getmişdi. O yolda şəhid oldu. Yolunda düşən qola, bu şiələrdən səlam ola. Su yanında düşən qola, bu şiələrdən səlam ola. Ağamın oğlu məşkinə, səlamım ala, kəlam ola. Dəri Əbbasidə gərək, tamam şahlar qulam ola. Ona bizdən səlam ola, ona bizdən səlam ola. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Ucalıb bangi va Hüseyn, qara giy səslə ya Hüseyn. Ucalıb bangi va Hüseyn, qara giy səslə ya Hüseyn. Dili saqqal təkahilən, ilahi heç sinə yanmadı. Dili saqqal təkahilən, ilahi heç sinə yanmadı. Başına dəydi bir əmud, o qanlı gözdən utanmadı. Başına dəydi bir əmud, o qanlı gözdən utanmadı. O sınan baş eşitmişəm, cüda başında dayanmadı. Sitem əhli utanmadı, sitem əhli utanmadı. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Ucalıb bangi va Hüseyn, qara giy səslə ya Hüseyn. Ucalıb bangi va Hüseyn, qara giy səslə ya Hüseyn. Benden salam olsun. Benden sana Allah'ın salamı olsun.